B sinifində Dünyanı Tanıyaq yarışmasına xoş gəldiniz. Hoş geldin. Uşaqlar, yeni oyunumuz lövhə üzərində olacaq. Mən sualı verirəm, sizsə hansı ölkə olduğunu xəritədən, daha doğrusu lövhədən tapmağa çalışırsınız. Diqqət, sualımız. Hazırsınız Fidan və Səid? Hazırsınız? Deməli, sualımız belədir. Kim deyə bilər, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə hansı olmuşdur? Tapmaq lazımdır. İşarələmək lazımdır. Bəli, Fidan qalib gəldi, alqışlar. Alqışlayın qızlar. Sən, deməli, Səidi yerinə alırıq. İkinci sualım, dünyanın ən hündür nöqtəsi olan dağ hansı ölkədədir? Dünyanın ən hündür nöqtəsi olan, xeyr, uduzdun. Sən bilirsən cavabı? O uduzdur, bəs sən? Rusya. Sən də uduzdun. Hər ikisi çıxırlar. Uşaqlar, cavab nə idi? Cavab Nepal olmalıydı. Nepal. Deməli, üçüncü sualım. Kim deyə bilər, ən çox müsəlmanların yaşadığı ölkə hansıdır? Ən çox müsəlmanların yaşadığı ölkə hansıdır? Məhəmməd uduzdu. Ən çox müsəlmanların yaşadığı. Xeyr. Ən çox müsəlmanların yaşadığı ölkə İndoneziya olmalıydı. İndoneziya. Ha? O səhv işarələnmişdi. Qızıl güllə Məhəmməd çıxır, heç də olmaz. İkinci dairədə ola bilər. Hər ikiniz çıxırsınız. Növbəti sualım Samaya ilə İsmətədir. Kim deyə bilər, ən çox tayqa meşəsinin olduğu ölkə hansıdır? İsmət qalib gəldi. Bəli, Rusiyadır. Alqışlar. Keçdi Mahirə. Kim deyə bilər, nəinki özü, hətta qonşularının da dünya okeanına çıxışı olmayan Türk dövləti. Nəinki özü, hətta qonşularının da dünya okeanına çıxışı olmayan Türk dövləti. Başqa sual verirəm. 7 əmirlikdən ibarət olan ərəb dövləti. Bəli, Mahir və eyni anda cavab verdilər. Kim deyə bilər, ən qədim ehramların olduğu ölkə hansıdır? Bəli, Səma qalib gəldi. Və nəticədə qızlar bu oyunun qalibi hesab olunur. Gəlin oyunumuza yenidən davam edək. Deməli, oğlanlar komandasından İsmət qaldı, qızlar komandasından isə 3 nəfər qalıbdır. Gəlin onları dəstəkləmək üçün alqışlayaq. Yaxşı. Diqqət, sual. Kim deyə bilər, Amazon meşələri hansı ölkədədir? Amazon meşələri hansı ölkədədir? Bəli, İsmət qalib gəldi. Həqiqətlə çıxardırıq. İndi isə İsmətlə Fidan yarışır. Kim deyə bilər, paytaxtı ilk prezidentin adı olan ölkə hansıdır? Bəli, afərin. Kimdir İsmət? İsmət o kimdir? Washington. Həm ilk prezident, həm də paytaxtın adıdır. Və final, uşaqlar, finalçıları alqışlayaq. Səma lövhəyə yaxındır. Lövhəyə yaxındır. Və diqqət, sualımız. Kim deyə bilər? Kim deyə bilər? Dünyada ən çox əhalisi olan ölkə hansıdır? Bəli, Səma qalib gəldi. Səma, lövhəyə yaxın durursan. Səma, zəhmət olmasa lövhəyə yaxın dur. Ay, sağ ol. Deməli, sualın cavabı yerindən deyildiyi üçün oyunu təkrarlayırıq. Kim deyə bilər, amma yerindən cavab olarsa oyun hansı komandadan cavab deyilərsə, həmin komanda uduzmuş hesab olunur. Ona görə yerindən danışmaq olmaz. Kim deyə bilər, materik ölkə hansıdır? Materik ölkə hansıdır? Bəli. Oğlanlar qalib gəlir. Onları alqışlayaq. İsmət, səni təbrik edirəm. Sən bu oyunun qalibi hesab olursan.